Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bugün sizə təqdim edəcəyim video müsahibə mərhələsi ilə bağlıdır. Müsahibədə qiymətləndirmə ilə bağlı hansı suallar sizin qarşınıza daha çox çıxa bilər? 2020-2025-ci illərdə tələbələrə hansı suallar verilib? Həm sertifikasiya, həm də MİQ müəllimlərinə hansı suallar verilib? Həmin sualların izahını sizə indi təqdim edəcəm. Zəhmət olmasa videonu bəyənib və paylaşmağı unutmayın. Ödənişsiz şəkildə müsahibə mərhələsinə hazırlaşan müəllimlərə siz də dəstək olun. Əlavə olaraq qeyd etmək istəyirəm ki, artıq avqustun 1-i bizim müsahibə dərslərimiz başlayır və müsahibə dərslərinin gedişatı, hansı platformada dərslər keçiriləcək, bunun haqqında ətraflı məlumat almaq üçün 055 527 25 99 nömrəsinə mesaj yaza bilərsiniz. Gəlin davam edək dərsimizə vaxt itirməyək. Diaqnostik qiymətləndirmənin əhəmiyyətini şərh edin. Ümumiyyətlə, yadda saxlayın ki, məktəbdaxili qiymətləndirməni, qiymətləndirmə mövzusunu yaxşı, mükəmməl şəkildə başa düşməyən müəllimin müsahibə mərhələsində işi biraz çətindir. Müsahibə mərhələsində qiymətləndirmə ilə bağlı demək olar ki, hər müəllimə 2 və yaxud da 3 sual veriləcək. Məktəbdaxili qiymətləndirmədən də verilir. Diaqnostik qiymətləndirmə haqqında sizə sual versələr, siz orada cavab verə bilərsiniz ki, diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. Şagirdin maraq və tələbatını yoxlamağa, bilik səviyyəsini, ilkin bilik səviyyəsini müəyyən etməyə bizə kömək edir və biz diaqnostik qiymətləndirmə nəticəsində, diaqnostik qiymətləndirmənin nəticəsinə əsasən illik planlamamızı təmin edirik. Təlimdə diferensiallığı yaratmağa bizə şərait yaradır. Formativ qiymətləndirmə dərsin hansı mərhələsində aparılır? Formativ qiymətləndirməni biz dərsin hər mərhələsində apara bilərik. Müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmədən fərqi odur ki, yalnız sonda, yalnız müəyyən bir zaman aralığında aparılmır. Dərsin hər mərhələsində formativ qiymətləndirməni biz apara bilərik. 3-ə baxırıq. Şagirdin inkişafı baxımından yoldaş qiymətləndirməsi yoxsa özünü qiymətləndirmə daha məqsədə uyğundur? Mən bu cür suallara təhlükəli suallar deyirəm. Çünki bu cür suallarda müəllimlər həddindən artıq peşəkar cavab verməlidir. Biz cavab veririk ki, hər iki qiymətləndirmə şagird üçün əhəmiyyətlidir. Çünki hər bir qiymətləndirmənin özünü qiymətləndirmə və yoldaş qiymətləndirməsinin özünün müsbət xüsusiyyətləri var. Özünü qiymətləndirmə şagirdin metakognitiv bacarıqlarını inkişaf elətdirir, onun güclü və zəif tərəflərini bilməsinə şərait yaradır, özünə inam, məsuliyyət hissini artırır. Yoldaş qiymətləndirməsi isə şagirdin əməkdaşlıq bacarıqlarını, sosial bacarıqlarını, rəy vermə bacarıqlarını, fərqli baxış bucaqlarını görməsinə şərait yaradır. Hər iki qiymətləndirmə şagird üçün əhəmiyyətlidir. Formativ qiymətləndirmənin əhəmiyyəti nədir? Mən sizə məsləhət görərdim ki, formativ qiymətləndirmə haqqında daha geniş söz bazasına sahib olun. Bundan əvvəl paylaşdığımız ödənişsiz qiymətləndirmə dərsində formativ qiymətləndirmənin məqsəd və vəzifələri haqqında mən orada geniş bir izah vermişəm. Onun məqsədləri nədən ibarətdir? Siz də söz bazanızı zənginləşdirin və orada daha gözəl cavab verməyə çalışın. Formativ qiymətləndirmə şagirdin fəaliyyətini izləyən, şagirdi olduğu yerdən olmaq istədiyi yerə aparan, ona irəliləməsində kömək edən, inkişafına şərait yaradan qiymətləndirmədir. Biz formativ qiymətləndirmə vasitəsilə şagirdə niyyətimiz bal vermək deyil, onun öyrənməsinə dəstək olmaq üçün formativ qiymətləndirməni aparırıq. Rəyin dərsin əvvəlində yoxsa sonunda verilməsi daha məqsədə uyğundur. Bax, bu da qeyd etdiyim təhlükəli suallardan biridir. Adətən siz elə bilirsiniz ki, orada bir seçim etmək məcburiyyətindəsiz. Amma suala diqqətlə baxın. Görün, sualın məzmunu nədən ibarətdir? Rəy, konstruktiv rəy şagirdə dərsin hər mərhələsində verilə bilər. Motivasiya mərhələsindən tutmuş dərsin sonuna qədər, refleksiya mərhələsinə qədər şagirdə konstruktiv rəy verməlidir. Çünki bizim vaxtında verəcəyimiz rəy şagirdin səhvlərini görməsinə, onları düzəltməsinə və öyrənməsinə şərait yarada bilər. Rəylərimiz konkret, aydın, həssas və spesifik olmalıdır. Davam edirəm.
Məktəbdaxili qiymətləndirmə nədir və neçə növü var? Məktəbdaxili qiymətləndirmə məktəb rəhbərliyi və yaxud da müəllim tərəfindən aparılan qiymətləndirmədir. Məktəbdaxili qiymətləndirmənin 3 növü var. Diaqnostik, formativ, summativ qiymətləndirmə. Diaqnostik ilkin bilik və bacarıqları müəyyən edir. Formativ şagirdin fəaliyyətini izləmək üçün aparılır. Summativ isə şagirdin məzmun standartının nə qədər mənimsənməsi ilə bağlı nailiyyətini ölçmək üçün aparılır. Formativ qiymətləndirmənin nəticələrini müəllim valideynlə paylaşa bilərmi? Bəli, formativ qiymətləndirmənin nəticələri qarşı tərəf, yəni valideynlə paylaşıla bilər. Çünki şagirdin inkişafında biz bilirik ki, təkcə müəllim maraqlı deyil və müəllim tək şagirdin inkişafına nail ola bilməz. Bunun üçün də şagirdin zəif və güclü tərəflərini valideynlə bölüşmək, şagirdə uyğun dəstək planı hazırlamaq müəllimin borcudur. Paylaşılan məlumatlar əgər şagirdi inkişaf elətdirəcəksə, burada heç bir problem yaranmayacaq. Şagirdin müqayisə etmədən digər sinif yoldaşları ilə və yaxud da ancaq neqativ rəylərlə başlamadan pozitiv nüanslarla da şagirdin fəaliyyətini qarşı tərəfə, valideynə çatdıra bilərik. Əgər valideyn övladının qiymətindən narazıdırsa və sizin qərəzli olduğunuzu düşünürsə, siz bu problemi necə həll edərsiniz? Müəllim bu situasiyada çox sakit və peşəkar, təmkinli davranmalıdır. Birinci valideynlə empatiya qurmaq lazımdır ki, valideyn niyə belə düşünür? Bunu araşdırmaq lazımdır. Daha sonra mən qiymətləndirməni hansı meyarlara əsasən apardığımı valideynə çox gözəl şəkildə izah edərəm. Çalışaram ki, heç bir mənfi münasibət yaranmadan valideynlə aramızda olan o soyuq münasibəti həll etməyi bacarım. Müəllim hansı hallarda şagirdin qiymətini artıra bilər? Dəfələrlə müsahibə mərhələsində müəllimlərə verilən suallardan biridir. Bu suala əgər siz cavab versəniz ki, bəli, müəllim şagirdin qiymətini qaldıra bilər, demək olar ki, bu sizin müsahibədən kəsilməyiniz deməkdir. Müəllim heç vaxt şagirdin qiymətini artıq, əlavə, güzəşt şəklində artırır və yaxud da azalda bilməz. Şagirdin qiymətləndirilməsi obyektivlik, ədalətlik, şəffaflıq və s. prinsiplərə əsasən qurulmalıdır. Müəllim ancaq qiymətləndirmə meyarlarına əsasən şagirdi qiymətləndirməlidir. Yəni, mənə subyektiv fikrimə görə şagirdin qiymətini və yaxud da balını qaldıra bilmərəm. Sağlamlıq imkanları məhdud olan şagirdlərin qiymətləndirmə prosesi necə olmalıdır? Biz bilirik ki, bugün orta məktəblərdə sağlamlıq imkanları məhdud olan şagirdlər də təhsil alır və inklüziv təhsil prosesi sürətlə Azərbaycanda geniş şəkildə tətbiq olunmağa başlayıb. Necə ki, biz dərsdə diferensiallığı, inklüzivliyi təmin edirik, eləcə də şagirdin qiymətləndirmə prosesində də biz bunu nəzərə almalıyıq. Bəli, sağlamlıq imkanları məhdud olan şagirdlərin fərdi xüsusiyyətləri, xüsusi təhsil ehtiyacları, potensial imkanları nəzərə alınmalıdır və onlar üçün də qiymətləndirmə ədalətli, əlçatan, inklüziv şəkildə aparılmalıdır. Formativ qiymətləndirmənin meyarları şagirdlərə elan olunmalıdırmı? Əlbəttə, formativ qiymətləndirmə meyarları dərsin məqsədi kimi şagirdlərə elan olunmalıdır. Çünki əgər biz formativ qiymətləndirmə meyarlarını şagirdə elan ediriksə, bu şagirdin bizim ondan nə gözlədiyimizi ona daha aydın şəkildə çatdırır, fəaliyyətlərini həmin meyarlara uyğun qurmağa çalışırlar və öz öyrənmələrini də hətta qiymətləndirməyə kömək etmiş olarıq. Yəni, formativ qiymətləndirmədə qiymətləndirmə meyarlarının şagirdlərə elan olunması, yadda saxlayın ki, şəffaflıq prinsipinin əsas açarıdır. Summativ qiymətləndirmədə şagirdlərinizin zəif nəticə göstərdiyini görürsünüz. Bu problemi necə həll edərsiniz? Summativ qiymətləndirmədə niyə bu problem yaşanıb? Mən ilk növbədə bunun səbəbini araşdıraram. Summativ qiymətləndirmənin nəticələrini təhlil edərəm. Hansı mövzularda və yaxud da hansı standartlarda zəif nəticə göstəriblər? Onun üçün əlavə məşğələlər, məqsədyönlü dəstək proqramları təşkil edərəm. Amma müəllimlər, yaxşı olar ki, siz bu tipli suallara sonda belə cavab verəsiniz ki,
Bunun yaşanmaması üçün və belə halların qarşısını almaq üçün müəllim təlim prosesini düzgün qurmalıdır. Formativ qiymətləndirməni düzgün aparan, fəaliyyətini səmərəli şəkildə quran müəllimin nəticəsi heç vaxt summativdə belə olmaz. Bunu mütləq sonda qeyd edin. Bu sizin daha peşəkar müəllim olduğunuzun göstəricisidir. Summativi yenidən keçirdiniz. Şagird əvvəl 56 bal alıb, sonra 89 bal alıb. Nə edərsiniz? Əgər məktəbin və qiymətləndirmə qaydalarının tələblərinə uyğun olaraq summativ yenidən keçirilməlidirsə, şagirdin son nəticəsi nədir? Mən həmin nəticəyə uyğun da şagirdin qiymətini yazmalıyım. Yəni, əgər şagird həqiqətən də ikinci qaydalara uyğun şəkildə keçirilən summativ qiymətləndirmədə 89 bal alıbsa, həmin qiymət də yazılmalıdır. Bugün summativ keçirdiniz. Bəzi uşaqlar yüksək, bəziləri zəif nəticə göstərib. Bunun sizin gələcək fəaliyyətinizə təsiri ola bilərmi? Ümumiyyətlə, müəllimlər yadda saxlayın. İstər diaqnostik, istər formativ, istər summativ qiymətləndirmə olsun. Hər üç qiymətləndirmənin müəllim fəaliyyətinə təsiri var. Məsələn, diaqnostikdə müəllim illik planlamasını nizamlayır. Formativdə müəllim növbəti gün üçün planlamasını necə quracaq, ona aydınlıq gətirir. Eləcə də summativ qiymətləndirmədə də bu proses baş verir. Summativi aparmaq o demək deyil ki, bugün summativ son qiymətləndirmədir və bitdi. Xeyr, əgər şagirdlərin həqiqətən də zəif tərəfləri varsa, mən növbəti dərslərdə, növbəti bölməyə keçəndə planlamamda buna uyğun dəyişiklik edə bilərəm. Həmin mövzunu təkrar keçə bilmərəm. Bəli, bax, bu dəqiqdir. Həmin mövzuları mən şagirdlərə keçə bilmərəm. Amma bölmə ərzində həmin alt standartlara, şagirdlərin əziyyət çəkdiyi o alt standartlara mən müraciət edə bilərəm. Burada bir problem yoxdur. Bir şagirdinizin dərsə həvəsi yoxdur. Siz onu motivasiya etmək üçün qiymətini artıq yazırsınız. Bir ay keçəndən sonra şagird yenidən geriləmə müşahidə olunur şagirdin fəaliyyətində. Nə edərsiniz? Bax, bu tipli suallar da təhlükəli suallardır. Məsələn, səhv olan situasiyanı sizə elə təqdim edirlər ki, siz elə bilirsiniz, o doğrudur. Ona görə də münsiflərdən sizə gələcək hər bir suala diqqətlə qulaq asıb, məzmunu təhlil etməyinizi istəyirəm. Biz şagirdin qiymətini artıra bilmərik. Bax, bunu konkret olaraq siz orada qeyd etməlisiniz ki, qiymət bilərəkdən artırılmamalıdır. Qiymətləndirmədə obyektivlik, ədalətlik prinsipi gözlənilməlidir. Şagirdin zəifləməsini əgər mən müşahidə edərəmsə, o zaman mən şagirdlə fərdi söhbət edərəm, problemin səbəbini araşdıraram, kiçik uğurlarını konstruktivlik və təşviq vasitəsilə qiymətləndirərəm. Formativ qiymətləndirmə şagirdə psixoloji olaraq təsir göstərə bilərmi? Bəli, formativ qiymətləndirmə şagirdə psixoloji olaraq təsir göstərə bilər. Çünki biz formativ qiymətləndirməni elə təşkil etməliyik ki, burada dəstəkləyici mühit pozulmasın. Məsələn, destruktiv rəyi biz şagirdə versək, şagird özünə qapanacaq, onun əhvalı pozulacaq və bəzən görürsən şagirdin gözləri dolur, özünü pis hiss edir. Niyə biz ona destruktiv rəy vermişik, onu qırmışıq və yaxud da şagirdə hər hansı bir belə deyək, məsələn, aşağı zəif qiymət alıb və biz ona sən bunu niyə bacarmadın və yaxud da mən bunu səndən gözləməzdim deməklə əlbəttə ki, şagirdə psixoloji olaraq travma verə bilərik. Ona görə şagirdə qiymət verəndə, formativ qiymətləndirmədə müəllim dəstəkləyici mühitin qorunmasına xüsusilə diqqət yetirməlidir. Valideyn övladının qiymətinin qərəzli şəkildə aşağı yazıldığını düşünür. Bu vəziyyətdə nə edərsiniz? İlk növbədə yenə də valideynlə sakit şəkildə danışaram, narahatlığını anlayışla qarşılayaram. Daha sonra hansı meyarlar əsasında şagirdin işini qiymətləndirmişəm, obyektiv şəkildə valideynə izah edərəm. Qiymətləndirmədə əgər həqiqətən də hesablama səhvi olubsa, mən bunu düzəldərəm. Əgər qiymətləndirmə meyarlara uyğun aparılıbsa, hansı meyarlara uyğun aparılıbsa, bunu da valideynə xoş bir dillə izah edərəm. Əsas budur ki, əməkdaşlıq şəraitində mən bu problemi həll edim. Sinifinizdə davranış problemləri olan şagirdin davranışının müsbət istiqamətdə dəyişməsi üçün siz qiymətləndirmədən necə istifadə edərsiniz? Qiymətləndirmə heç bir şagird üçün
cəza və yaxud da mükafat vasitəsi olmamalıdır. Bu sözü yadda saxlayın və çox gözəl cümlədir. İstifadə edə bilərsiniz bunu. Şagirdin müsbət davranışlarını biz konstruktiv rey vasitəsilə qiymətləndiririk. Əgər varsa kiçik nailiyyətlərini qeyd edirik, onu motivasiya edirik. Öz davranışını təhlil etməsinə şərait yaradarıq. Çünki şagird davranışını təhlil edirsə, biz buna şərait yaratmışıqsa, onun məsuliyyət hissinin artmasına, özünə inamının, müsbət davranışlarının daha da çoxalmasına təkan vermiş olarıq. Qruplarla işi hansı meyarlar əsasında qiymətləndirirsiniz? Bir çox meyar ola bilər. Tapşırığa əsasən biz bunu müəyyən edirik. Əməkdaşlıq, yanaşma, yaradıcı yanaşma, məsuliyyət, hər hansı bir məhsulun və yaxud da təqdimatın necə təqdim edilməsi, bunlar bizim qrup işinin meyarlarına aid ola bilər. Biz qrup işində həm sosial bacarıqları, həm də akademik nailiyyəti, akademik bacarıqları qiymətləndiririk. Öz fəaliyyətinizi mütəmadi qiymətləndirirsiniz. Bu sizin təlim prosesinə necə təsir edər? Mən öz üzərimdə çalışaraq bir müəllim olaraq inkişafın nə qədər vacib olduğunu bilirəm. Çünki bir müəllim əgər öyrənməyi dayandırırsa, bu o deməkdir ki, onun inkişafı da dayanmış olur. Ona görə də necə ki, şagirdlərin işini dəyərləndiririk, onların fəaliyyətini təhlil edirik, bir müəllim olaraq biz də öz fəaliyyətimizi təhlil etməliyik. Mütəmadi olaraq özümüzü inkişaf elətdirəcək proqramlarda, tədbirlərdə, təlimlərdə iştirak etməliyik. Həmkarlarımızın, şagirdlərimizin, valideynlərimizin rəyini dəyərləndirməliyik. Qabaqcıl pedaqoji təcrübədən yararlanmalıyıq. Bu bizim həm də vəzifə borcumuzdur. Əziz müəllimlər, 20 sualı artıq sizə təqdim etdim. İnanıram ki, bu video sizə yararlı olacaq. Məsələn, qeyd edim ki, qiymətləndirmədə bəzən beynəlxalq qiymətləndirməni soruşurlar. Beynəlxalq qiymətləndirmə nəyə deyilir, hansı növləri var, bu hissələrə də baxın. Vaxt tapdıqca mən bu cür məlumatları həm YouTube kanalında, həm də öz Instagram, Telegram, TikTok kanallarımızda da paylaşacağım. Əziz müəllimlər, videonu bəyənib paylaşmağı unutmayın. Qeyd edim ki, uğura gedən yol Fes Akademiyadan keçir. Sağ olun, salamat qalın.